Salam. Bugün sizinlə həqiqətən düşündürücü bir mövzunu araşdıracağıq. Əhdə Ətikdəki Allahın döyüşçü kimi obrazı. Bəli, salam. Çox mühüm və çox qatlı bir mövzudur. Əlimizdə də maraqlı bir mənbə var. Allah döyüşçü kimi İsrailin döyüşlərində ilahi müdaxilə adlı tədqiqatdan bəzi çıxarışlar. O tədqiqat bəli, maraqlı yanaşmaları var. Məqsədimiz nədir bəs? Bu mətnlərə baxıb anlamağa çalışacağıq ki, Allah niyə İsrailin döyüşlərinə müdaxilə edib və necə? Və ən əsası, bu müdaxilə formaları niyə zamanla dəyişib? Mənbənin iddiası budur ki, səbəb təkcə Allahda deyil. Yəni, insanın reaksiyaları da rol oynayıb. Tam olaraq, insanın reaksiyaları, imanı ya da imansızlığı. Görünür, ilk baxışdan daha dərin bir məsələdir. Gəlin onda mənbələrin bizə nə dediyinə daha yaxından baxaq. Başlayaq. Gəlin, başlanğıc nöqtəsinə qaydaq. Çıxış kitabı. O, möhtəşəm qırmızı dəniz keçidi. Çox dramatik bir səhnədir. Təsəvvür edin də, arxada Fironun ordusu, qabaqda keçilməz dəniz. Tam bir çıxılmaz vəziyyət. Bəli, çarəsizlik anı. Və Musa xalqa nə deyir? Mənbə bu sözləri vurğulayır. Qorxmayın, yerinizdə durun. Rəbbin bugün sizin necə xilas edəcəyinə baxın. Rəbb sizin üçün döyüşəcək, siz isə sakit olun. Bu çox güclüdür. Çox. Və maraqlısı odur ki, hətta Misirlilər özləri də bunu etiraf edir. Düzdür, mənbə ona da diqqət çəkir. Deyirlər, gəlin qaçaq. Çünki Rəbb onların tərəfində bizə qarşı döyüşür. Baxın, burada aktiv olan yalnız Allahdır. İsrail tamamilə passiv, izləyici. Bəs bu sadəcə bir xilas hekayəsidir. Yoxsa bunun bir, necə deyim, prinsipial mənası var? Məncə mənbənin də vurğuladığı odur ki, bu sadəcə möcüzə deyil. Bu Allahın ilkin planı, ideal vəziyyətidir. İlkin plan, yəni Allahın əsl istədiyi buydu. Bəli, mənbənin şərhi budur. Allah tək döyüşçü olmaq istəyirdi. Strategiyanı o qurur, qələbəni o verir. Bəs İsrailin rolu? Sadəcə iman, güvənmək, itayət etmək. Qələbə onların gücündən asılı deyildi. Hansı güc? Yox idi ki onlarda. Misirdən yeni çıxmış kölə xalq? Bəli, məntiqlidir. Mənbə Ellen White'ın şərhinə də toxunur. Deyir ki, Allah vəd edilmiş torpağın fəthini belə istəyirdi, hərbi güclə yox. Necə yəni? Yəni, tam itayət və sarsılmaz imanla. İsrail qırmızı dənizdəki kimi yerində durub Allahın işini görməli idi. Bu, hər şeydən çox bir iman prinsipi idi deməli. Tamamilə bir iman sınağı və imanla yaşamaq prinsipi. Çox maraqlı bir perspektivdir. Allahın idealı tam onun qüdrətinə söykənir, insan isə imanla cavab verir. Amma sonra nəsə dəyişir, elə? Bəli. Hekayə başqa yönə gedir. Sonra Yeşua kitabında görürük ki, İsrail artıq aktiv döyüşür, şəhərlər fəth edir. Bu ideal plandan kənara çıxışdır. Nə baş verdi? Allahın planı dəyişdi, yoxsa? Yoxsa başqa bir şey. Mənbələr yenə diqqəti İsrailin davranışına çəkir. Qırmızı dəniz möcüzəsini görmüşdülər axı. Amma çox tez şikayətlər başlayır. Mənbə Çıxış 17:3-ə işarə edir. Su yox, yemək yox. Hətta o yerə çatır ki, deyirlər, Rəbb aramızdadırmı, yoxsa yox? Bu inanılmaz bir şübhədir. Dəhşətli bir inamsızlıqdır həqiqətən. Mənbə yenə Ellen White istinad edir. Deyir ki, əgər İsrail belə üsyan etməsəydi, Allah düşmənlərin hücumuna imkan verməzdi. Bəli. Deməli, mənbə deyir ki, problem insanın qırılan imanında, artan şikayətlərində idi. Bu idi əsas səbəb. Bəli, mənbənin analizi məhz bunun üstündə qurulub. Və bu əslində cəsarətli bir teoloji iddiadır. Necə yəni cəsarətli? Yəni, mətnlər sanki göstərir ki, Allah bu yeni vəziyyətə, İsrailin inadkar imansızlığına bir növ uyğunlaşdı, adaptasiya etdi. Allah uyğunlaşdı. Bu, onun idealının dəyişməsi deməkdir? Yox, ideal dəyişmədi. Allahın arzusu hələ də tam güvəni idi. Amma reallıq başqaydı. Xalq yerində durmağa hazır değildi. Aydındır. Ona görə də, mənbəyin şərhinə görə Allah onların müharibədə aktiv iştirakına icazə verdi. Hətta bəzən əmr etdi. Məsələn, Amaleklilərlə döyüşdə, Çıxış 17-də? Bəli, o döyüş məhz şübhə və şikayətlərdən dərhal sonra gəlir. Sonra Kenanın fəthi zamanı verilən əmrlər də bu yeni reallığı göstərir. Amma bu, Allahın onları tərk etməsi deyildi yəqin ki. Qətiyyən, əksinə.
Sanki Allah onların olduğu səviyyəyə enib, bu çətin vəziyyəti bir təlim vasitəsinə çevirdi. Müharibə bir dərs oldu. Bəli, Rəbbə güvənməyi, onun gücünə bel bağlamağı, sədaqətin vacibliyini yenidən öyrənmək üçün bir dərs. Amma bu dəfə daha ağrılı yolla. Mənbənin vurğuladığı 40 il səhrada dolaşma və müharibə qanunlarının məhz bu dövrdən sonra verilməsi də bunu göstərir elə. Tamamilə təsadüfi deyil. Bu, Allahın onların zəifliyinə, inadsızlığına verdiyi bir pedaqoji cavab idi. Yeni şərait, yeni yanaşma. Bu uyğunlaşma fikri həqiqətən düşündürücüdür. Allahın fəaliyyət tərzi statik deyil, insanın iman səviyyəsinə görə dinamikdir. Bəli, dinamik bir münasibətdir. Bu dəyişikliyi praktikada görmək üçün mənbə bizi Qırmızı dənizlə sonrakı döyüşləri müqayisə etməyə çağırır. Qırmızı dəniz tam passivlik, tam ilahi müdaxilə. Bəs Amaleklilərlə döyüş, Çıxış 17, orada nə olur? Bu İsrailin çıxışdan sonrakı ilk döyüşü idi, düzdür? Və şübhələrdən sonra oldu. Bəli. Və mənbə bunu çox maraqlı təqdim edir. Sanki Allah onlara yenidən güvənməyi öyrənmək üçün ikinci şans verir. Amma bu dəfə fərqli yolla, sakit dayanmaqla yox. Münaqişənin içində olmaqla. Sanki Allah deyir, mənə güvənmirsiniz, yaxşı, döyüşün, amma görün ki, qələbə yenə məndən asılıdır. Maraqlıdır. Tamamilə. Amaleklilərlə döyüşün əhəmiyyəti budur. Allahın idealı birbaşa möcüzə idi, amma imansızlıq başqa yanaşma tələb etdi. İndi İsrail vuruşmalı idi, Yeşua döyüşürdü. Amma eyni zamanda Musa təpədə əllərini qaldırırdı. Bəli, o səhnə çox simvolikdir. Əllər yuxarı, İsrail qalib. Əllər aşağı, Amalek qalib. Yəni, mənbə bunu belə izah edir. Həm aktiv iştirak et, bu yeni reallıqdır. Həm də gör ki, nəticə sənin qılıncından deyil, Allahın gücündən və onun təmsilçisinə itaətdən asılıdır. Bu da bir növ imanla hərəkət etmək prinsipidir, amma fərqli formada. Dəqiq. Həm iştirak et, həm də nəticəni Allaha burax. Qırmızı dənizdən fərqli, amma eyni dərəcədə Allaha bağlılıq tələb edən dərs. Deməli, Amalek döyüşü bir qarışıq modeldir. İnsan səyi var, ilahi güc var, amma nəticə yenə ilahi gücdən asılıdır. Bəs Yerixo? Yerixo. Yeşua 6. O da çox qeyri-adi hadisədir. Orada da sanki bir qarışıq vəziyyətdir, eləmi? Bir tərəfdən divarlar uçur. Heç bir hərbi müdaxilə yox. Bu açıq möcüzədir. Bəli, qırmızı dəniz kimi. Tamamilə qeyri-təbii. Amma digər tərəfdən İsraildən çox qəribə addımlar tələb olunur. Şəhər ətrafında dövrə vurmaq, şeypur çalmaq, qışqırmaq, bunlar nə hərbi taktikalardır ki? Və sonda mənbənin dediyi kimi, divarlar uçandan sonra da iş bitmir. İsrail şəhərə girib, Kananlılarla döyüşməli olur. Yeşua 24:11 deyir ki, onlar da İsrailə qarşı vuruşmuşdular. Deməli, bu nə tam passivlikdir, nə də adi hücum. Nədir bu? Mənbə, Yerixonu, belə deyək, qırmızı dəniz tam ilahi müdaxilə ilə sonraki daha çox insan səyi tələb edən döyüşlər arasında bir körpü kimi görür. Körpü? Necə yəni? Allah hələ də möhtəşəm möcüzə göstərir, divarların uçması. Bu, onun gücünün sübutudur. Amma eyni zamanda İsraildən konkret iman və itaət əməlləri istəyir. O qəribə görünən əməllər. Bəli, hərbi baxımdan məntiqsiz ola bilər. Amma məhz bu məntiqsizliyə baxmayaraq əmrə tabe olmaq imanı sınayıdır. Və sonda, möcüzədən sonra belə hərbi qarşı durmaya da hazır olmalıydılar. Sanki Allah deyirdi, mən işimi görəcəm, amma siz də öz payınıza düşəni idin. Mənim qeyri-adi yollarıma güvənin və addım atın. Tam olaraq. Bunu daha geniş mənzərədə baxsaq, mənbənin nəticəsi budur. Müdaxilə forması dəyişsə də, tam möcüzə, qarışıq, ya daha çox insan iştirakı əsas prinsip dəyişmir. Hansı prinsip? Qələbə həmişə Allahın gücündən və insanın ona imanından, etibarından, itaətindən asılıdır. Həmişə. Bəli, bu çox vacibdir. Mənbədə dəfələrlə vurğulanır bu. Məsələn, Axanın günahı üzündən məğlubiyyət. Yeşua 7. Düzdür. İtaətsizlik Allahın gücünü əngəlləyir. Amma Yeşua onda Rəbb deyir, qorxma, mən onları sənin əlinə təslim etmişəm. Yəni, İsrailin iştirak səviyyəsi nə olursa olsun, istər passiv, istər aktiv, istər qarışıq, nəticə həmişə Allaha və İsrailin mənəvi vəziyyətinə bağlı idi. Tamamilə. İman və itaət yoxdursa, say çox olsa da məğlubiyyət var. İman və itaət varsa, ən mümkünsüz vəziyyətdə də qələbə var.
Bəs bütün bunların bizim üçün, yəni bugün bu mətnləri oxuyan sizlər üçün mənası nədir? Görünür, əsas mesaj odur ki, həyatın döyüşlərində hansı rolu oynasaq da, bəzən gözləməli, bəzən hərəkət etməli. Qələbənin əsl mənbəyini unutmamalıyıq. Dəqiq. Və mənbənin analizində daha bir vacib, dərin qat da var. Deyir ki, bütün bu yer üzərindəki hadisələr təkcə İsrailin taleyi ilə bağlı deyil. Necə yəni? Bu hadisələr daha böyük, kainat miqyaslı mübarizə kontekstində başa düşülməlidir. Bəzən buna böyük mübarizə deyirlər. Bu nə deməkdir? Yəni, yerdəki bu münaqişələr əslində səmada başlayan daha fundamental bir mübarizənin xeyirlə şər arasında, Allahın hökmranlığı ilə ona qarşı üsyan edən qüvvələr arasındakı mübarizənin yerdəki təzahürləridir. Bu, həqiqətən bu hekayələrə tamamilə yeni bir məna qatır. Deməli, Allahın döyüşçü kimi çıxış etməsi təkcə İsraili qorumaq deyil. Mənbənin təqdim etdiyi baxışa görə motivasiya daha genişdir. Bu, həm də bütün kainata, mələklərə, digər dünyalara, hətta üsyankar qüvvələrə Allahın xarakterinin və hökmranlığının haqlı olduğunu göstərməkdir. Kainatda Allahın idarəçiliyinə qarşı ittihamlar var və yer üzü bir növ səhnədir bu mübarizə üçün. Bəli, bir növ kosmik səhnə. Allahın öz xalqı ilə rəftarı, düşmənlərinə qarşı mübarizəsi bu ittihamlara cavabdır. Mənbə deyir ki, şər qüvvələrlə birləşən siyasi, sosial güclər Allaha qarşı çıxanda, o, təkcə İsrailin Allahı kimi yox, kainatın Rəbbi kimi müdaxilə edir. Bu kontekstdə o çətin anlaşılan müharibə əmrləri. Onlar sadəcə torpaq mübarizəsi yox, həm də bu böyük mənəvi mübarizənin bir parçası, şərrə qarşı ilahi məhkəmənin təzahürü kimi təqdim olunur və gələcək son məhkəmənin bir işarəsi kimi. Mənbə Vəhy 20-yə də işarə edir. Bu, o sevgi Allahı necə müharibəyə əmr verər sualına verilən teoloji cavablardan biridir deməli. Bəli, mənbənin təklif etdiyi cavab budur. Bu, Allahın daha böyük, kainat miqyaslı ədalət və xilas planının hissəsidir. Çox dəlim izahdır. Gəlin onda bugünkü araşdırmamızın əsas fikirlərini qısaca ümumiləşdirək. Birincisi, Allahın idealı nə idi? Başlanğıcda tam iman əsasında birbaşa ilahi müdaxilə. İsrail döyüşmür, güvənir. Qırmızı dəniz kimi. İkincisi, nə dəyişdi? İnsanın imansızlığı, şübhəsi, şikayəti. Bu, ideal plandan kənara çıxmağa səbəb oldu. Üçüncüsü, Allahın reaksiyası. Uyğunlaşma. Onların səviyyəsinə enib, müharibəni yeni bir dərsə çevirdi. Güvənməyi və sədaqəti öyrənmək üçün. Amalek kimi. Dördüncüsü, dəyişməyən nə qaldı? Əsas prinsip. Müdaxilə forması dəyişsə də, qələbə həmişə Allahın gücündən və insanın iman taatindən asılıdır. Və beşincisi, geniş kontekst. Bu hadisələr yerli münaqişə deyil, kainat miqyaslı böyük mübarizənin təzahürüdür. Allahın döyüşçü kimi çıxışı, onun hökmranlığının təsdiqidir. Çox yaxşı ümumiləşdirmə oldu. Təşəkkürlər. Bəli, məncə də mənbənin əsas argumentləri bunlardır. Və sonda, bəlkə də sizin üçün, əziz dinləyicilər, bir düşüncə mövzusu, bu qədim hekayələr, bu şərhlər bugün sizin üçün nə ifadə edir? Məsələn, mənbədəki suallardan ilhamlanaraq, bugün öz həyatınızda, çətinliklərinizdə nə vaxt qırmızı dəniz prinsipini tətbiq etməlisiniz? Yəni, nə vaxt dayanıb Rəbbin sizin üçün döyüşməsini gözləmək lazımdır? Tamamilə Allaha güvənib onun müdaxiləsinə yer açmaq və nə vaxt Amalek və ya Yerixo kimi imanla addım atmaq, aktiv olmaq, amma nəticəni yenə Allaha buraxmaq lazımdır. Bu balans necə tapılır? Çətin sualdır və bir də o Yeşua 5-dəki hadisə, Yeşua qılınclı adamla qarşılaşır. Və soruşur, bizdənsən, yoxsa düşmənlərimizdən? Çox təbii sual. Amma cavab nədir? Heç biri. Mən Rəbbin ordusunun sərkərdəsi kimi gəlmişəm. Vay, bu cavab Yeşuanı dərhal səcdəyə məcbur edir. Mən də buna əsasən soruşur. Bəlkə bizdə münaqişələrdə, çətinliklərdə dərhal Allah kimin tərəfindədir deyə soruşma əvəzinə, İlk növbədə özümüzə baxmalıyıq. Biz özümüz Allahın tərəfindəyikmi? Bəli, bizim mövqeyimiz, niyyətimiz onun iradəsinə uyğundurmu? Diqqəti qarşı tərəfdən özümüzə çevirmək. Bu yanaşmamızı tamamilə dəyişə bilər, həqiqətən. Üzərində düşünməyə dəyər. Mütləq. Bu dərin və çox qatlı mövzunu bizimlə birlikdə araşdırdığınız üçün sizə təşəkkür edirik.
Ümid edirik ki, bu müzakirə sizin üçün faydalı oldu və yeni düşüncələrə yol açdı.